Axşamınız xeyir olsun dəyərli izləyicilər. Bir məlumat sizlərin nəzərinə çatdırım ki, Hacıqabul rayonunun icra başçısı, bizim dəyərlimiz, bizim rayon rəhbərimiz, Sevindiyim müəllimə təşəkkürümü bildirirəm bir daha. Dünən Hacıqabul rayonunda keçirilən iftar süfrəsində mən özüm də qonaq oldum. Həqiqətən də Sevindiyim müəllimin o məclisdə şəhid ailələrinə diqqət və qayğı göstərdiyinə görə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm. Hər zaman bizə böyülük edib, hər zaman bizlərə yol göstərib, mənim özümə də hər zaman yaxşı mənada öğüd verib, nəsihət verib. Yəni mən həqiqətən də Sevindiyim müəllimə böyük hörmətim var, xətri əzizdir. Sadəcə olaraq mən bu videonu onun üçün çəkib paylaşıram ki, bəzi xəbər sahibləri məlumat yayıb ki, güya həmən iftar süfrəsində Sevindiyim müəllim mənə əsəbləşib, məni həbs etdirib. Həqiqətən də bu yalan məlumatdır. Bu şayələrə inanmayın. Mən üzümü tutub xəbər sahiblərinə demək istəyirəm ki, biraz diqqət edin. Bəzi məlumatları paylaşanda görün nə paylaşırsınız. Mənim yaşım hara, bizim rayon rəhbərimiz həmişə bizə qayğı diqqət göstərib. Yəni mənim həddimə nədir ki, mən Sevindiyim müəllimlə qalmaqal yaşayım və nəsə artıq bir hərəkət eləyim ki, mən də Sevindiyim müəllim cəzalandırsın. Təbii ki, Sevindiyim müəllim bizim rayonumuzun rəhbəridir, rayon icra başçısıdır. O nə dedirsə, biz baş üstə deyirik. Çünki bizim yaşımız da azdır. Biz vətəndaş olaraq Sevindiyim müəllimə dərin təşəkkürümüzü bildirmişik ki, kəndimizə, elimizə, obamıza göstərdiyi qayğı, diqqət həmişə qəlbimizdə yaşayacaq, yaşayır. Çünki o insanın özünə də hörmətimiz var. Rəhbərliyindən də əlavə olaraq o insan özü sadə insandır. Həmişə mənim uğurlarıma da sevinib. Elə bir səhv edəndə də həmişə zəng vurub deyib ki, bala, bunu səhv edirsən, bunu düz elə, səhv eləmə, gələcəyin qarşıdadır. Yəni bunu mən paylaşmaqda məqsədim odur ki, xəbər sahiblərinə bir məlumatı paylaşanda dəqiq məlumat paylaşın. Çünki bizim böyüklərimiz var, bizim necə deyərlər, izləyicilərimiz var, xalqımız, millətimiz baxır. Yəni mənim üçün ayıb olar. Yəni mən həmişə böyüyün yolun tutmuşam, həmişə də rəhbərlərin yanında nə deyiblərsə demişəm baş üstə. Yəni bu günləri o insanlar bizim uğrumuza sevinən insanlardır. Biz elə həmişə də o insanların göstərdiyi yolla da davam edəcəyik. O insanlar bizə nə desə baş üstə deyəcəyik. Çünki o insan mənim üçün əzizdir, doğmadır. Xahiş edirəm bu məlumatı silin səhifələrinizdən. Çünki ayıbdır, olmaz. Bu günləri narahatçılıq lazımdır. Cəmaatımız, millətimiz narahat olur. Öpürəm bir daha. Sevindiyim müəllimə də yenə də çox sağ olun deyirəm. O dünənki iftar süfrəsində insanlarla necə səmimi görüşdü, necə yola saldı, qarşıladı. Onun üçün bu şeyi paylaşmaqda siz yəni nəsə əldə edə bilməyəcəksiniz. Sağ olun.